deyirlər ki, yuxu gördüyündə yatırsan, yuxu görürsən, o yuxu əsnasında sənin bədənindən ruhun ayrılır. Ölülərin olduğu aləmə də keçə bilər, ölmüşləri yuxuda görə bilərsən və yaxud tamamilə heç bilmədiyin bir aləmə də keçə bilər, qəribə varlıqlar görərsən, nə bilim, delfinlər görərsən, 500 il dala da gedə bilər, 300 il qabağa da gedə bilər. Yəni, ümumi mənada bir 70 il yaşasan, 70 ilin içində 23 ili yuxuda keçir, yatmış olursan. Yəni, bu 23 ilində 7-8 saatı yuxu görərək keçirmiş olursan, ümumi toplamından söhbət edirəm. Yəni, əgərləri bu şəkildə olmasaydı, sən yatmışsan, yuxu görürsən. Yuxu gördüyündə yuxu gördüyünü bilərdin. Sən yatırsan, mən yatıram, yuxu görürük. O əsnada onun yuxu olduğunu bilirik. Xeyr, bilmirik. Oyanınca bilirik ki, mən yuxu görmüşdüm. Bax, belə bir şey daha fikirləşin. Yəni, yuxu kimi bir şey fikirləşin. Məsələn, riski oyanırsan ki, tamamən fərqli bir ölkədəsən. Heç Azərbaycanda deyilsən, ölkədə deyilsən, Bakı şəhəri, ora haradır, heç bilmirsən. Amma bir yuxu görmüsən. Oyandığın yerdə də yanında ailən, uşaqların, nə bilim, anan, atan, bir dağın təpəsindəsən. 500 il geridə yaşayan bir insansan. Hə? Bu gördüyün, yaşadığın həyat bir yuxuymuş. Bu da ola bilər. Yəni, bunun da araşdırma nəticələri var.